Tovuz rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsində çalışan bir qrup tibbi işçisinin iş yeri Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına dəyişdirilib. Qərar qüvvəyə minən zaman həmin tibb işçilərinə bildirilib ki, yol xərcləri qarşılanacaq və ya nəqliyyatla təmin olunacaqlar. Həmçinin əmək haqlarında müəyyən qədər artım olacağı vəd edilib. Ancaq onlar iddia edirlər ki, gözlənilən olmayıb. Lazımdır mı buradan Kür qəsəbəsinə biz yol gedək gələk? Ödənişə nə qədər verirsiniz? Ödənişə də hər gedib gələndə 8 manat, 9 manat, 10 manat biz pul veririk. Gün aşırı, gün aşırı. Daha elə bizim işlədiyimiz elə yolumuza gedir. Burada 43-45 işçiyik. 43-45 içində 3 yerə bölüblər də, 3 qismənə bölüblər. Təsəvvür edin, bir maşın 100 manatdan aşağı aparmır. Bir maşına 100 manatı biz verir, gedirik, o birisi qismən 100 manatı verir, gəlir. Şikayətçilər deyirlər ki, şöbədə ümumilikdə 46 nəfər çalışıb. İşçilərdən yalnız ikisi burada saxlanılıb, digər əməkdaşlar isə növbəli şəkildə mütəmadi olaraq Şəmkir Regional Xəstəxanasına gedib gəlirlər. 30% maaşınız artacaq, gələcəkdə ola bilər 50% arta bilər. Sizə yol pulu da ayıracağıq. Yol pulu ayrılmasaq maşını ayıracağıq, amma bu dediyi sözlərlə əməlləri düz gəlmədi. 90 kilometr o üzə get, 90 kilometr bu üzə gəlir. Avtobuslarda ölmüşük gün aşırı. Plus aldığımız pulu eləcə şoferlərə veririk. İddialarla bağlı təbibdən Xəzər xəbərə bildirilib ki, qurumun tabeliyində olan tibb müəssisələrində kadr təminatı, ştat vahidləri, struktur bölmələr və səhiyyə xidmətlərinin təşkili üzrə mütəmadi təhlillər aparılır. Aparılan təhlillərin əsas məqsədi səhiyyə xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaqdır. Ağciyər Xəstəlikləri Mərkəzinin strukturunda aparılmış dəyişikliklər də bu yanaşma çərçivəsində həyata keçirilib. Sözügedən dəyişikliklər çərçivəsində əməkdaşların fəaliyyətlərini Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasında davam etdirmək imkanı yaradılıb. Əməkdaşlar tərəfindən səsləndirilən müraciətlər isə təbib tərəfindən diqqətdə saxlanılır. İddialar aidiyyəti üzrə araşdırılacaq və qanunvericiliyin tələblərinə uyğun şəkildə qiymətləndiriləcək. Hazırda ambulator müalicə alan pasientlərin dərman təminatı və tibbi müşahidəsi fasiləsiz şəkildə davam etdirilir. Pasientlərə göstərilən tibb xidmətlərinin davamlılığında və əlçatanlığında hər hansı məhdudiyyət qeydə alınmayıb. Cümşüd Məmmədov, Rusana Kərimli, Xəzər xəbər.